Rosco markasından bacınıza hədiyələr gəlib, gəlin baxalım. De, açım. Açdım. Ay kızlar, bir tane iyi gelir buradan. Çok geçeydi, çok. Getirdiler eve kadar verdiler. Sağ olsunlar. Deməli belə. Oo, geçey, geçey. Teşekkür ederim. Doktorskaya zakaz. Rosco Sardilka. Bacınız kefdədir, bacı. Sonra bu nedir? İspan sayağı çiğ hissə verilmiş belə. Bunların heç bir dadına baxmamışam, baxacağım. O qəşəng, belə bir kalbasa. Sonra dürmək sasiskaları məşhur. Rosco'nun məşhur dürmək sasiskası. Məşhurdur, bilirəm. Sonra ayrı da Libeteskaya belə. Ay canım benim ya, canım benim ya. Hissə verilmiş toyuğun döşəti. Mən bunu çox sevirəm. Teşekkür ederim Rosco size. Bitmedi arkadaşlar. Bundan geçen gün markette gördüm. Böyle bir kalmasam. Teşekkür ederim. Sonra en sevdiğimiz böyle. Ay Allah, necə xoşbəxtəm. İveriyəm. İndi çox sevir. Sonra dürmək sasikasından bir dənə də. Sonra belə şef povar, belə kalbasa. Ardıca isə sonra bu nədir? Qavyajı. Papa getmə də gözlə. Qavyajı. Bu belə bir kalbasadır. Hamısı halaldır. Halal ətdən hazırlanıb. Sonra bu isə belə servelatdır, zakaz. Bugün yer gəlmişkən papanın ad gündür. Deyirəm papa, bloger atası olmaq necə bir hissdir? Axotniçaya, bir dənə də Axotniçaya. Belə bitdi hamısı. Təşəkkür edirəm Rosco markası sizə. Çox sağ olun. Siz məni çox xoşbəxt elədiniz, mutlu elədiniz. Mən hamısının dadına bir baxacağım. Mukbanglarda da mukbangda çəkəcəm kalbasalardan. Ən dadı mərak elədiklərimi sizinlə bir yerdə bölüşəcəm. Öpürəm sizi. Çox sağ olun.